Elhamdülillah. Allah subhanahu teala bizə nəsib edib. Zülhiccənin 10 gününü biz artıq qarşılayırıq. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, Mə min əyyəmin əl-əməlus salihu fiyhə əhabbu iləllahi min hədil əyyəm. Yəni, əyyəmil əşr. Allah üçün başqa bir günlər yoxdur ki, salih əməl onun üçün daha sevimli olsun. Bu 10 gündən başqa. Yəni, Allah üçün ən sevimli əməllər bu gündə edilən xeyir əməllərdir. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellemdən sahabələr soruşdular. Dedilər, ya Rasulullah, hətta Allah yolunda cihad etməkdən? Dedi, bəli, hətta Allah yolunda cihad etməkdən. İstisna bir haldır. İnsan çıxır malı ilə, canı ilə, malı da gedir, canı da gedir. Bu istisnadır. Və lakin başqa bütün xeyir əməllər, istər sədəqə olsun, oruc olsun, insanlara kömək olsun, namaz, zikir etmək, bu gündə Allah üçün daha sevimlidir. Nəinki başqa gündə edilən böyük ibadətlər Allah subhanahu teala bizi eşidib faydalanır eləsin.